40'a qədər sualımız. 37 zəhmət olması. Baxaq 37. 37-ni kimlər yazıb? Ben yazmışım ben. İsmail, Ülvi yazmısan. Ülvi, Sənəm xanım yazmısınız. Ben yazmışım. Yazmışım, düz çıxmayayım. Demə, burada Mən bu hərflərin sayına görə yazırıq. Hərflərin sayına görə. Yəni burada şifrə şəklində yox, say şəklində. Necə yəni? A hərfindən birinci şəkildə, birinci cədvəldə neçə dənəsi verilib? 1, bir dənə. 2 dənəsi. İkinci cədvəldə 1, 2 dənə. Üçüncü cədvəldə isə 1, Dənə. 2, 3 dənə. İndi mənə deyin görün. Hansı işarədir ki, simvollardan hansıdır ki, burada birincidə 2 dənədir, aya uyğun olaraq. İkincidə də 2 dənədir, amma üçüncüdə 3 dənədir. O şimşək işarəsi var ya o. Şimşək işarəsi, axı şimşək işarəsi üçüncüdə də 2 Aa dənədir. yox, Üçüncüdə 3 iki dənədir. dənə. Qadağan. O qadağa, yumru. Qadağan, yox, ikincidə. Yox, orada da üç dənə. Aha, ikincidə də 3 dənə. Elə olsun ki, ikisində 2, axırıncı 3 olsun. Smalikdir. İşarəsi. Ürək. Yox, Ürək. ürəkdir. Hə. Kalp. Ürəkdir, bəli. Burada 1, 2, burada da 1, 2, amma axırıncıda 1, 2, 3 dənə olan ürək. Deməli, ürək nə oldu? A hərfi oldu. Var sualımız, başa düşdük qaydasına. Keçəyən o biri hərfə. Bəli. İndi B hərfindən. Birinci şəkildə 1, 2 dənə. İkinci şəkildə 1, 2 dənə. Üçüncü şəkildə 1, 2 dənə. İndi B hərfi elə bir şey olmalıdır ki, hamısında 2, 2 olsun. Heç birində 3-ə seçməsin. Hamısı 2, 2 olsun. Bayaq mənim dediyimdə şimşək. Şimşək şəkli, bəli. 1, 2 burada. Yenə də 1, 2 burada. Yenə də 1, 2 burada. Deməli, şimşək də oldu B hərfi. Sonra keçək digər bir hərfə. C hərfindən. 1, 2 dənə buradadır. 1, 2, 3 dənə buradadır. 1, 2, 3 dənə buradadır. C hərfi isə deməli, birincidə 2, qalanlarında 3 olmalıdır. Hansıdır? Birinci iki. Aha, sonra 3. Qadağa işarəsi. Qadağa işarəsi. 1, 2 burada. 1, 2, 3 burada. 1, 2, 3 də burada. Demək, qadağan da işarəsi də oldu. C hərfi. Daha sonra keçək biz D hərfinə. Burada 1, 2. Burada 1, 2, 3. Burada 1, 2. Demək, D hərfi də ortada 3 dənə olub. Kənarlarda yuxarı ilə aşağıda 2 dənə olanlardır. Yox, yuxarıda da 3 dənədir. Burada da 3 dənədir. Biri yadımızdan çıxıb. Birincidə də 3 dənə olsun. İkincidə də 3 dənə olsun. Axırıncıda 2 dənə olsun. Hansıdır? Smalik olan. Smalik ortada. Yox, ulduz Ulduzlar. olur. Ulduzlardır. 1, 2, 3 dənə. 1, 2, 3 dənə. 1, 2 dənə. Bu da oldu. D hərfi. Avtomatik smalikədə qaldı. Y hərfi. Elə belə yenə də baxaq, amma avtomatik olsa cavabımız çıxır. Çünki baxaq görək olurmu həqiqətən? Burada 1, 2, 3 dənə. Smalikdə 3 dənədir. Burada 1, 2 dənə. Smalikdə 2 dənədir. Və burada da 1, 2, elə smalikdə 1, 2. Bura qədər varmı sualımız?
Xeyr. İndi deyir ki, yuxarıya baxaq. Qanuna uyğunluğu müəyyən edir. Fiqurları BADC sırası ilə düzün. Biz B-yə rəqəm olaraq neçəni tapdıq? Biri. Aşağıdakı cədvələ baxaq. Biri. 1-i. Şimşək, o da 1 nömrəli idi. Bəs Y-yə İkini. 2-ni. A-ya Beşi. 5, D-yə Üçü. 3-ü, Hı. C-yə də Qalır dörd. 4. 1, 2, 5, 3, 4. 1, 2, 5, 3, 4 B variantı. Aydındır. Var sualımız. İndi bir şey deyim, hamı diqqətinə qulaq asın. Bu sual belə açıq sual da ola bilər ha. Hər şey eyni, bir dənə bu variantlar olmaz. Bu hissəsi. Olmaz. Yəni bizə açıq sual düşür ki, 5 dənə açıq sual düşür. yəni kodlaşdırmadır, yoxsa əməli başlı açıqdır? Kodlaşdırma. Bax, belə deyək də, bax, izah edirəm. O belə düşdü. Sən artıq orada variant seçməyəcəksən də 1, 2, 5, 3, 4-ü oradan qaralayasın. 1-i, 2-ni, 5-i, 3-ü, 4-ü sırayla xanalardan götürüb hər sütundan bir dənəsini qaralayacaqsın. Ha, bildim. Sınaqlar təşkil olunanda özünüz görəcəksiniz ki, necə olur. Yaxşı. Bundan bu sualımız yoxsa Yəni keçək 44-ə baxarıq da. 40-a qədər Dörd tam. yoxdur ki. Yox 44. Keçdi 50-yə qədər. 44-ü tapan varmı? Mən başa düşmədim ola. Mən heç Düzdür, cavabı düz fikirləşdim də yazmışam, amma yəni özümü imtahanda kimi təsəvvür edirəm ki, boş qalmasın da. Hə, atmısan düz. səhv düz aparırıq. Yəni 60-an Yox. deyəndə ən düz əməlli variant o oxşur deyə onu da Hə, yazdım. yox, sənəm xanım səhv düz aparmır. Hökmün hamısını yazın. Doğrudan müəllim? Magistrda səhv düz aparmır. Boş var. Mən keçən boş buraxmışdım əksər Yox. etdim ki, səhv Heç düz. açıq sualı belə boş buraxmayın. Atın da indi. Nə yazaq müəllim? Açıq sualı bilmirdim axı heç Atın. olardı. Məsələn, mən ingilis dilindən bütün açıq suallara 1-4 yazmışdım, biri tutmuşdu. Hmm. Yəni də, olsa yazmayacaqsansa yaz da bəlkə tutdu da. Qapalı da ki, heç də qapalını da yazın ki, ola bilər ki, yəni. Boş, yəni səhv düz aparmayandan sonra boş saxlamayın. 3-ü də tutsa, 4-ü də tutsa əlavə baldır da. Hə, 44-də deməli. 44-də sahitlərin yeridir. Azərbaycan sözündə sahitlər neçənci yerlərdə gəlir? 1, Sahitləri. 3, 1, 3, 6, 6, 9, 9. 9. Amma onu Hə. tərsinə yazırlar. Tərsinə yazın. Qazaxıstan sözündə 2, 4, 2, 6, 4, 9. 9. Əfqanistanda 1, 4, 6, 9. İndi Malayziyada 2, 4, 7, 9. 2, 4, 7, 9. Deməli, hansı variant olacaq? C A variantı. bənd. C variantı. A. Tərsinə. Hə, tərsinə. Diqqətli ol. İmtahanda da bax, hər şeyi düz eləyib. Belə səhv Hmm. variant seçsəz, sonra sizə daha çox yandıracaq, nəinki bilmədiyiniz. O mən eləyir. Mən tələsdirəm deyə həmişə. O eləyir. Belə diqqət. Özü həmişə elə sualların variantında o biri də olur ha. 48-ə də baxarıq da. 45-ə də baxarıq mənim. 45-ə baxaq sonra yaxşı. Şey yox. Mən üzr istəyirəm. 44-də arxadan önə doğru hesabladığımıza görə. Hə, tərsinə. Arxadan. Bəli. 45-də B ola bilməz axı. Necə V ola bilər ki, onda elə bu da V olsun, bu da V olsun. 5-lə 3-ün ikisi də V ola bilər. Heç B demədim özü də müəllim. Mən D dedim. Heç ona Yaxşı. fikir vermədim. Elə D eyni şeydir B də. də eyni şeydir ona görə deyim. D eyni şeydir. Deməli, 2 dənəsi 7 ilə başlayır başda. Burada. Baxıram 2 dənəsi V ilə başlayır. V'lər 7'lər oldu V. Yaxşı. Axırı 7 ilə qutaran
657-nin axırı 7 ilə qurtarır. O hansına uyğun gələr? MNV. V ilə qurtarır. A'ya. A-ya. V. Deməli, 5 olan N hərfiymiş. Onda cavabı tapdıq. 5 ilə başlayan, N ilə başlayan C variantı. Şimdi sağ ol. Sonra 50-yə qədər. 48.000. 48-i mən də səhv sual çıxartmışam ki, sual səhv deyir sual. 48-də sual səhv, düz deyirsiz. Hə, o Sual nə? səhv deməli. Hə, buradakı Mən rəqəm, bir gündür fikirləşirəm, mən Allah. rəqəmlərin yeri qarışıb burada səhv düşüb onun. Düzəltmişəm əslində, amma sizə göndərəndə düzəltməmişdim deyə mən də bura düzəltməmiş variantı paylaşmışam. Mən bunu hamıya göstərmişəm ki, mən bu necə ola bilər. Yox, səhv düşüb. Orada 6-dan sonra bir Mən dənə sevinirəm, altı bir dənə də 6 olmalı idi. O qarışıb başqa sualınki düşüb. Sonra düzəltmişəm, özüm gördüm düzəltdim, amma sizə göndərmişdim deyə də burada da variantı şey elədim. Yaxşı, sonra 50-yə qədər. Əlli altıya qədər. Mən də qurtardısan. Ülvi var. Sual qurtardı axı. Aha, yəni varmı sualınız? Başqa qalmadı yazıb. Aha, Ülvi var səndə. Məndə sual var, amma mənim dərsin sonunda hamı çıxandan sonra bir dənə də sual verirəm. Yaxşı. Tamam, onda gəlin təzə dərsi izah edeyim mən. Şahanə xanım, sizin də axırda suallarınız olacaq 20-yə qədər, yoxsa yox idi? Xeyr, müəllim, yox idi. Ha, heç də. Bugünkü dərsimiz ekranda görsənir. Bəli. Aha, şəkil, ədəd, əlaqələridir mövzumuz. Burada rəqəmlərimiz də olacaq, şəkillərimiz də olacaq. Nə deməkdir şəkil, ədəd, əlaqələri? Bizim 2 dərs əvvəl mövzumuz var idi. Rəqəmlərdən necə eləyirdik, cavabı alırdıq. Toplayırdıq, çıxırdıq, kvadrat, kub, vurma, bölmə, ədədi tərsinə baxırdıq, kök alırdıq və s. nələrsə eləyirdik də, düzdürmü? Eyni şeydir, amma burada rəqəmlər və şəkillərdən də ibarət. Yəni, rəqəmlər o bölmədə, bu bölməni deyirəm, bir dənə ekrana paylaşım. Bir dəqiqə. Bax, ekranda görsəndimi? Bəli. Bu bölmədə simvollar var idi yanında. Birində ürək, birində dairə, üçbucaq, kvadrat, romb və s. Amma simvol şəklində idi. İndi bugünkü dərsimizdə həmin o üçbucaq, kvadrat, dairə böyüyüblər. Şəkil şəklində olurlar. Yəni, amma fərqi yoxdur. Yəni, biz bu birinci sualda bu qıraqdakılardan 16 almalıyıq. İkinci şəkildə də qıraqdakılardan 8 almalıyıq. Bir baxın, görün necə almaq olar. Neynəmək olar ki, oradan 16 cavab ala bilək? Alt tərəfi toplayırıq, çıxırıq üst tərəfin cəmindən ortadakı. Altdakı 2 ədədin cəmindən, üstdəki 2 ədədin cəmini çıxmaqla. 12 ilə 12-nin cəmi 24 edir. 2 ilə 6-nın cəmi 8 edir. Axırda da 24-dən 8-i çıxırıq, 16 qalır. 5 ilə 9-u toplayanda 14 eləyir. 1 ilə 5-i toplayanda 6 eləyir. 14-dən 6-nı çıxanda 8 qalır. İndi 30 ilə 2-ni toplayanda 32. 10-dan 15-i toplayanda 29. 32-dən də 29-un çıxanda nə qalır? 3 qalır. Cavab da olur A variantı. Sualımız var. Başa düşdük bu 21-ci sual. Yaxşı. Mənim heç söz deyin görüm. Birinci sualda bu kvadrata və yaxud dairənin nə olduğuna fikir verdikmi biz? Xeyr. Yox. Tutaq ki, orada dairə olmasaydı, dairənin yerinə romb şəkli olsaydı, bax belə. 16 rombun içində verilsəydi, nəsə dəyişəcəkdi. 2 üstü 4-ü fikirləşəcəkdik. Yox, eyni şey Yox, olacaq. mənim işinə Bir şey dəyişməməm. dəyişməyəcəkdi ki. Və ya kvadratın Yox, yerinə üçbucaq yox, versək, nə biləm. nəyə nəzər tuturam?
Hə. Yəni digər misallarda onlar əhəmiyyət kəsb eləyəcək. O bucaqların sayı bizə lazım olacaq. Bir misalın içindəki verilən bütün şəkillər Hə. eyni formadadırsa, heç bir əhəmiyyət kəsb eləməyəcək. Hı. Birinci sualda hamısı kvadrat dairədirsə, deməli heç bir mənası yoxdur. Və yaxud 7-ci suala baxaq. Hamısında kvadrat içində üçbucaqdır. Deməli heç bir mənası yoxdur. Bir misalın içində olan fiqurlar eyni formadadırsa, heç bir əhəmiyyət kəsb etmir. Amma fiqurlar fərqli formadadırsa, 6-cı suala baxaq. Birində 6 bucaq verib, birində 7 bucaq verib, birində içində kvadratdır, birində 3 bucaqdır. Artıq fərqlidirsə, bax o misalda əhəmiyyət kəsb edəcək. Aydındır? Bildik nə vaxt kəsb edəcək? Bəli, müəllim. Necə əhəmiyyət kəsb edəcək? Tərəflərin sayına görə. Yəni, bizə 6-cı sualda bunun neçə tərəfi var? 1, 2, 3, 4, 5, 6 tərəfi var. İçindəki fiqurun neçə tərəfi var? 1, 2, 3 tərəfi var. İndi biz 6 ilə 3-dən 45 almağa çalışacağıq. Kvadrat cəm. Kvadratlarının cəmi bəli. 6-nın kvadratı 36. Üstə gəl 3-ün kvadratı 9. Eləyir 45. Yoxlayaq görə ikinciyə düz gəlirmi? İkincidə 1, 2, 3, 4, 5, 6, 7 dənə tərəf bunda var. 1, 2, 3, 4 dənə də tərəf burada var. 7-nin kvadratı, üstə gəl 4-ün kvadratı. 49, üstə gəl 16, bərabərdir 65. İndi axırıncıya baxaq. 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4. 6-nın kvadratı, üstə gəl 4-ün kvadratı. 36, üstə gəl 16. Bərabərdir 52 A variantı. Aydın oldu. Sual var. Xeyr, müəllim. Deməli, bir dənə də deyirəm, fiqurlar eyni formada olanda heç bir əhəmiyyəti yoxdur, amma görsə ki, fiqurlar fərqlidir, əhəmiyyəti var. Necə əhəmiyyəti var? Tərəflərin saymağına. İkinci sualı özünüz yazın. İkinci sualda birinci fiqurun neçə tərəfi var? 10. 10 tərəfi var. 1, 2, 3, 4,
5, 6, 7, 8, 9, 10. Diqqətli olun ha. 5 köşəli ulduzdur görüb diqqətsiz eləyəndə 5 kimi götürə bilərsiniz. Amma tərəfin sayında görürsən ki 10 tərəf var. Yəni biz onu 10 kimi götürməliyik və içindəki ədədə vurmalıyıq. Onu 1-ə vuranda 10. O biri fiqurunda 1, 2, 3, 4 tərəf var. İçindəki 2-yə vururuq 8. 8. Və iki şəklin ortasına yenə hansı işarəni qoyub burada? Özü qoyub onsuz o işarəni. Vurma işarəsi. Onu da 8-ə vururuq. 80. Aydındır. Sual var. Eyvallah. İndi ikinci nümunəyə baxaq. 1, 2, 3, 4, 5, 6 tərəfi var. İçindəki 4-ə vuranda 24. 1, 2, 3, 4, 5 tərəf var. İçindəki 2-yə vuranda 10. 24-ü də 10-a vuranda 240. Sonuncu şəkil. 1, 2, 3, 4, 5, 6. İçindəki 5-ə vuranda 30. 1, 2, 3, 4. İçindəki 1-ə vuranda 4. 30-u da 4-ə vuranda 120. Cavab olur. Aydındır. Bəs bir şeydən sual verim sizdən. Birdən çevrə görsək, onu da sınıfda ki 5 yazılıb. Biz çevrənin bucaqlarının sayını neçə götürəcək, tərəflərin sayını? Onu Sıfır. bilsən. 1, Tərəfləri yoxdur mənim. 0 götürəcəyik. 0. Çevrə 0'dır, bax, yadını saxlayın. Çevrələri həmişə 0 götürmüş olacaq. Əgər sualımız yoxsa üçüncü suala baxaq. Bu tipli suallarda bax, belə bir şəkillər var. 2 dənə qayda var. Ya qarşı-qarşıyadır. Yəni 46 ilə 10'un arasında, 23 ilə 5'in arasında, 22 ilə sualın, bir də 11 ilə bu sualın. Ya belə həll olunacaq, ya da dairəvi şəkildə, bir ardıcıllıq şəklində bax belə olacaq. İkisindən biri olacaq. Ya üz-üzə, qarşı-qarşıya, ya dairəvi. Sizcə indi bu misalda, bu üçüncü sualda üz-üzə həll tapmaq olar, yoxsa dairəvi şəkildə? Dairəvi Dairəvi deməli. şəkildə. Dairəvi 5'i şəkildə 2'ye vurub, üstünə 1 gəlib. Vurub 2'ye yenə 1 gəlib. O qaydada gedir. bəli, düzdür. 5'i 2'yə vurur 10, üstünə 1 gəlir 11. 11'i 2'yə vurur 22, üstünə 1 gəlir 23. 23'ü 2'yə vurur 46, üstə 1 gəlir 47. 47'ni 2'yə vurur 94. 47, 94 A. Dediyim kimi, bəzi misallar belə dairəvi şəkildə olacaq, amma bəzisi də ola bilər ki, üz-üzə şəkildə olmuş olsun. Aydındır. Mənim, Buyur, nə sualınız var desin. mənim yox, bəli dedim. Yaxşı. Növbəti suala keçək orada. Müəllim 8-ci suala baxa bilərik, yoxsa qarşısına 8-ci gələndə sizə edərsiniz. sizə saxlayayım da 8 dedik. 3 ilə eyni şeydir, ona görə deyirəm. Ya üz-üzədir, ya dairəvidir. Bir evdə fikirləşin, baxarıq. Yaxşı. 5'ə baxaq biz. 5 tipli suallarda bax, 6'dan 3, 3'dən 10, 10'dan 5, 5'dən 8 alınmır ha. Hamısından axırda 32'ni almalıyıq. Hamısını istifadə edib, ən axırda 32'ni almalıyıq. Daha altdan 3 və yaxud 3'dən 10 almırıq. Və bu misallarda adətən qayda belə olur. Ya bölür, vurur, ya da çıxır, toplayır. Həmişə ən çox o 2 dənəni yoxlayın. İkisindən biri alınması, onda başqa üsul alınır. Deyin görüm, indi mən hansını yoxlayayım birinci? Bölüb vurma. Bölüb vurmanı yoxlayaq. 6'nı 3'ə böləndə neçə eləyir? 2. 2.
Həmin Vurur 5'e aldığımız 10. cavabı 2-ni 10'a vursa Vurur Vurur bunu. 5. neçə eləyər? 10'a 20. vursaz 20. 20. Həmin o 20-ni 5-ə bölsək 4. 4. 4. 4-ü də 8-ə vursaq 32. 32. Deməli bölmə vurma düz gəldi. İkincini də yoxlayaq. 21-i 7-yə bölsək 3. 3-ü 4-ə vursaq 12. 12-ni 6-ya bölsək 2. 2-ni 3-ə vursaq yekunda 6 almış olur. Üçüncü nümunədir. 25-i 5-ə bölsək 5. 5-i 6-ya vursaq 30. 30-u 10-a bölsək 3. 3-ü 2-yə vursaq yenə 6 almış oluruq. Sonuncu şəkildə 14-ü 7-yə bölsək 2. 2-ni 8-ə vursaq 16. 16-nı 4-ə bölsək 4. 4-ü 3-ə vursaq 12. Demək cavab olacaq 6. Aydın olduğu bu üsul. Ola bilər ki, toplama, bölmə vurma ilə yox, çıxma toplama ilə. Bir dəfə çıxarsınız, bir dəfə toplayarsınız, ona cavab ala bilərsiniz. Ola bilər ki, bu şəkil bu vəziyyətdə yox, bax bu şəkildə olsun. Bax, belə də ola bilər. Fərqi yoxdur. Onda da yenə sol tərəfə çıxma, sağ tərəfə toplama ilə yenə belə çıxma, toplama və yaxud da ki, bölmə vurma ilə getmiş olacaq. Yəni, şəkil üfüqi istiqamətdə də ola bilər, şaquli istiqamətdə də ola bilər. Aydındır. Sualımız yoxdur ki. Elə bunun yanındakı suala baxaq, 9-cu suala. Əslində yanında bir ipucu verib sizə, diqqətlə baxsaz. Kvadratı 18 verib, onu deyirsiniz. Yanına bir dənə fikir verim. Bax, W 18 verib. Hı. Və yanında da niyə 18 verib izah edib. Hə, üç bucağı vurub ona. Yəni Vur nə? 6. Hə, tərəflərinə 3-ü, onun tərəfi 6. İndi W-ni almaq üçün nəyi bir-birinə vurub? Bucaqla 6-nı. 6 bucaqlı. Yəni, o üç bucaqla altı bucaq hansı fiqurlardır? YB. Yəni, niyə, məsələn, dairəni götürməyib, kvadratı götürməyib, üç bucaqla altı bucağı götürüb? Tərəflər 3, 6, 18. 6 buzağı bizə 6 verib. Hə? Bildim. Bax, məsələn, mən W-ni almaq üçün niyə görə dairəni vurardım? Mən niyə iminli üç bucaqla altı bucağı götürüb bir-birinə vurur? Dairənin Yəni orada tərəfləri yox. göstərir də üstündə. Dairənin tərəfləri Düstur yox. kimi. Baxın. Yox, kvadratın bir mənası var, onu deyirsiniz, müəllim. Kvadratın yox. Deyib, W18 almaq üçün üç bucağı altı bucağa vurmuyor. Hı. Bəli. Mən deyirəm, niyə görə iminli bunları götürüb? O biri fiqurları götürüb vurardı da bir-birinə. Dairənin tərəfləri yoxdur. Dairənin sıfırdır. 0 verib aşağı. Yaxşı. Gələk bu hərfinə, aşağıdakına. Buraya 0 verib və bunu almaq üçün dairəni də vurub bir-birinə. Onu niyə vurur? Vurmasın da. Mən suala başa düşmədim. Yəni, niyə ikisini vurur? Ha, niyə ikisini vurur? Niyə imin o ikisini vurur? Tərəfləri Mənim biri 3-dür, biri Bir də 6 bucaq dairəni buna vurmaq, görə. sıfır alınmırıq. Nətər? B-də dairəni vurmasa sıfır alınmırıq. Niyə 0 olmasın da 12 yazardı? Dairəni vurmazdı. 12 yazardı. Niyə yazmısınız, müəllim? Siz Nə yazmısınız. bilirsiniz, ona görə Niyə mən- eləmişsiniz? Bunun bir məntiqi olmaz. Niyə iminlə həmin fiqurlar seçilib götürülür? Bunun bir məntiqi olmalıdır. Tərəfinə görə deyil, müəllim. 3 bucağın 3 Bir- tərəfi var, onun da 6 tərəfi. Orası Yox, o düz deyil. birləşib Üç də, bucağın müəllim. tərəfini W2 vurur. Niyə? də B3 dənə birləşib. Nətər? B3 dənə hərfə birləşib, W2 dənə. Ay, so, hansılara birləşibsə, iminlə həmin fiqurları götürüb. W hansı fiqurlara birləşmişdi? Onsuz da yuxarıda yazmışdınız da, müəllim. Mən sualını başa Onsuz düşürəm. yuxarıda Mən yazmışam. qeyd eləmişsiniz. O 3 Mən o bucaqla yazdıqlarım 6 bucağın halindən yaranıb W.
Yaxşı, mən yazdığımı qoydum. Mən səs eşitmirəm. Bunu qoydum qırağa. Qırıq-qırıq. Sənəm xanım, eşidirsiniz məni? Sənəm xanım, mənim səsim gəlir uşaqlar sizə. Gəlir mənə. Bəli, məncə. Sənəm xanım, sizə gəlir bəs. Bəli. Sənəm xanım, yəqin siz Bəli, bəli. Hə, eşidirsiniz məni? deyəsən düzəldi. İndi Aha. eşidirəm indi mən. Yaxşı. Bax, bu yuxarıdakı qoyuram qırağa, yuxarıdakı yoxdur. Bu aşağıda bu sualı almaq üçün indi, buranı almaq üçün. Mən hansı fiqurları bir-birinə vuracam? Hansını? Yerdən başqa hamısını? Kvadratla birinci beşbucaqlının. Niyə kvadratla beşbucaqlıdan? Çünki birinci sikl o ikisindən tamamlanır. İkinci böyük, o birisi iki sual daxil olur ona. Yəni, nəyə birləşirsə, eminlə həmin fiqurlar götürülür. Biz yuxarıdan, bunu ona görə veririk ki, biz bu yöndə. Biz qanuna uyğunluğu tapaq. Məsələn, 5-ci sualda bunlar niyə verilmişdi? Bu niyə verilmişdi? Biz oradan məntiqi tapırıq. Sonra axırıncıda o tapdığımızı yerinə qoyuruq, həll edirik. Mən də soruşduğum odur ki, mən hansı məntiqi fikirləşmişəm ki, W-yə 18 verib və 18 almaq üçün 3 bucağa 6 bucağa vurmuşam. Çünki W hansı hərflərə birləşir, hansı fiqurlara birləşir? 3 bucağa və 6 bucağa. Deməli, bu sualın məntiqi odur ki, nəyə birləşirsə, həmin fiqurları bir-birinə vurmaq lazımdır. Aydındır Sənəm xanım? Aydındır. Yaxşı, onda bax, bu sualı almaq üçün, bunu birinci sual almaq üçün hansı fiqurları bir-birinə vuracaq? Rombla beşbucağı. Bəli, buradakı rombla, buradakı beşbucağı. Romb yəni bizdə 4 bucaq deməkdir, 5 bucaq da 5 deməkdir. 4-ü 5-ə vuranda neçə eləyir? 20. 20. Yaxşı, 20 bizdə hansı hərfdir? Bu. 20 bizdə U hərfi. Demək, bu sualın yerinə burada olmalıdır U hərfi. Burada B variantını silirəm. D-ni də silirəm, Y-ni də silirəm. Ya A variantıdır, U hərfi verilən, ya da C variantıdır. Var bura qədər sualımız. Keçək növbəti hərfə. Bura baxaq. Bəs mən buranı almaq üçün hansıları bir-birinə vurmalıyam? 3 bucaq, romb, 4 bucaq. Bəli, Düz bir bucaq. dənə 3 bucaq, bir dənə 4 bucaq, bir dənə də 4 bucaq. Biri rombdur, 4 bucaq var. Biri düz bucaqlı, 4 bucaq. Fərqi yoxdur. Bir dənə 3. Mənim indi bir dənə sual versən olar. Buyur. Bu onsuz da 5 bu 5 bucaq olana 5 nəzərdə tutub, bu birisinə də 4 nəzərdə tutub yazmamışdıq ki. Ona ayrı birləşmək kimi. Nəyə əsasən onda 20 yazdıq ki, 3 bucaqda cavab 20-dir. O 3 bucaq hansı fiqurlara birləşmişdi? 5 ilə 4-dən. Aha, 5 ilə 4-ü vurduq da. Hə, bildim. İndi biz İndi 5-i beş tapmağa bucaq- çalışırdıq. İndi 5 bucaq nəyə birləşib? 5 bucaq da 4 ilə 4-ə birləşmir, amma nəzərdə mən qarışdıram. Əvvəl biz onu 5 götürmüşdük axı. Yəni ona rəqəm verib 3 bucağı tapmışdıq. İndi onu rəqəmi nəzərə almadan iş görürük. Biz özünü nəzərə aldıq, yoxsa birləşdiklərini nəzərə aldıq? 3 bucaq birləşmişdi 4 bucaqla 5 bucağa. 3 bucağın Mən içini düzdür, axtaranda. 3 bucağın 4-ü içini 5-ə axtaranda. vurduq, 20 aldıq. Aha, 3 bucağın Yəni özünü nəzərə aldıq, 3 bucağın özünü. yox. Ancaq Mən də o niyə- sualı vermək istəyirəm ki, sözü kəsmək desən bağışla. Başa düşmədim odur ki, biz o 4 ilə 5-i bu rombun 5 bucağın içinə qoyub, yəni 5 bucağın rəqəmi kimi nəzərə almırıq da, düzdürmü? Biz sadəcə tərəflərinə əsasən 3 bucağı tapırıq. Aha. Hı. İndi 5 bucağı tapanda 5 bucağın özünü nəzərə almayacaq. Nəyə birləşmişdi? 4 ilə 4-ə. 3 dənə xətt çıxıb. Bir də 3-ə. 4, 4, 3. Bu dəfə 4, 4, 3-ü bir-birinə vururuq. Neçə eləyir? 48. 48. Yəni 48 bizə hansı hərflə göstərilmişdi? Bax bunu. W hərfi.
Artıq cavabımız əslində çıxdı. C variantı. Çünki bir dənə W burada var. Yaxşı, indi bir dənə bu sıfırları izah edeyim. Niyə görə J-yə də sıfır tapmışıq? Y-yə də sıfır tapmışıq, B-yə də sıfır tapmışıq. İndi onu izah edək. Çünki bu dairədir. Dairəni nəyəsə vuranda nə olur? Həmişə. Yəni sıfırı nəyəsə vuranda. Sıfır. 0. Sıfırı nəyəsə vuranda həmişə sıfır olur. O sıfır da buna da birləşib. Buna da birləşib. Buna da birləşib. Deməli, bunun da qiyməti sıfır olacaq. Bunun da qiyməti sıfır olacaq. Bunun da qiyməti sıfır olacaq. Çünki orada nəyisə tapanda sıfıra vuranda hökmən sıfır alacağıq. Bax, burada J da sıfırdır. Y da sıfırdır, B da sıfırdır. Çünki hər biri dairəyə birləşib deyə, başqa nəyə birləşir, birləşsin. Sıfıra vurduğumuza görə axırda onların cavabı da hökmən sıfır verəcək. Başqa bir qiymət verə bilməz. Bu da aydındır. Bəli. Qaldı bir dənə burada V hərfi. Onu da göstərəyim. Niyə görə bura V hərfidir? Sual işarəsi V hərfi buranı tapanda birləşib dörd bucağa romba. Düz bucaqlıya, yəni bir dənə də dörd bucağa, bir də 8 bucaqlıya aşağıdakına. 4 vur 4 vur 8-ə 128 edir. Burada da V-nı 128 olaraq göstərir bizə. Aydındır. Müəllim 7-də rəqəmləri deyərsiz də. 7-ni sizə atanda o rəqəmlər üstündə olub göndərəcəm. O versiyasını göndərəcəm. Mən atmayayım. Hə, tamam. Biz növbəti 15-ə baxacağıq. Əgər buradan sualımız qalmadısa. 15-ci sual. Ox işarəsi bizə nə bildirir? Soldakından sağdakı alınıb. Soldakı ədədlərdən sağdakı ədədlər almalıyıq. Bir fikirləşin görün necə alarıq soldakılardan sağdakılara. Hamısının üstünə 13 gəlib. Bəli, düz. Hamısının üstünə 13 gəlir. 4-ün üstünə 13 gəlir, 17 edir. 5-in üstünə 13 gəlir, 18 edir. 7-nin üstünə 13 gəlir, 20 edir. 9-un üstünə 13 gəlir, 22 eləmiş olur. Bəs yaxşı. Aşağıdakı cavab nə olacaq onda? C variantı. Nəyə əsasən C variantı dedik? Hamısına 5 gəlir. O 5-i hardan tapdıq? Yəni hamısına eyni ədəd gəlməliyik. Aha. Niyə 5-i gəldik? Çünki bir dənə 5 eləyəndə hamısı, yəni tək 5 ilə bir Hamısında bura 29 yazılmışdı. Variantların hamısında burada 29 yazılıbsa, bura 29 olacaqsa, 24-ün isə nə gəlsə 29 eləyər. 5 gəlsək. Və yuxarıdan da baxdıq ki, yuxarıda hamısının üstünə eyni ədəd gəlmiş. Deməli, burada da hamısının üstünə eynisi olmalıdır. 3-ün üstə də 5 gəlirik. 8. 14-ün üstə 5 gəlirik. 19. 32-ün üstə 5 gəlirik. 37. Cavab da olur. C variantı. Aydındır. Sualımız yoxdur. Sonra baxaq 21-ci suala. 21-ci sualdakı şəkillər eyni şəkillərdirmi? Necə müəllim? Sol tərəf eynidir, sağ tərəf fərqlidir. 21-ci sualda şəkillərdə və sol tərəflər eynidir, amma sağ tərəfdəkilər sol tərəfdəkinin əksidir. Deməli, hesablama əməlində də nədirsə, biri o birindən biraz fərqli bir şey olmalıdır, əks olmalıdır. Bir özünüz fikirləşin yenə 21-ci sualı. Mən bunları işləmişəm, yəni bilirəm necə həll olunmalıdır. Mən sənə onun yığma versiyasını göndərmişdim də, ha?
Bəli, bəli, müəllim. Onların içində var idi. Qrupa göndərmisiniz o yığma versiya dediyinizi. Yox, yox. Onu İsmail Bəyev tapşırığını tez bitirirdi deyə əlavə test kimi göndərmişəm. Sizə işlədəcəm onu, amma axırda təkrar kimi işlədəcəm. Hə. Orada 3-4 mövzunun qarışığıdır da. Tamam olmadı. Köməkli edeyim. Deməli, Mən bilmədim. sol tərəfdə bu iki ədədi toplayırıq. 3-ə vururuq və tərsinə yazırıq. Yəni 7-nin üstə 5 gəlirik. 12. 12-ni 3-ə vururuq. 36. 36-nın da tərsi 63. 6-nı bura yazıblar, 3-ü bura yazıblar. Bu birində də yenə 9-un üstə 6 gəlirik. 15. 15-i 3-ə vururuq. 45. Tərsi 54 olacaq. 5 burada, 4 burada, 54 olur. Aydın oldu. Sual var bura qədər. Yox, müəllim. Yaxşı, indi sağ tərəfi yenə özünüz fikirləşin. Bəs sağdakılar necə ola bilər? Səkkizdən 2 çıxıb 3-ə vururuq, tərsini yazırıq. Bu dəfə də çıxma ilə olur, amma çıxırıq, 3-ə vururuq və tərsinə yazırıq. Yəni 8-dən çıxırıq, 2-sin 6, 6-nı 3-ə vururuq, 18, tərsi 81. 7-dən 1 çıxırıq, 6, 3-ə vururuq, 18, tərsi 81. Var bura qədər sualımız. İndi aşağıdakı şəkildə mən onun alt tərəfini silsəm, bura olmasa, bu hissi olmasa, şəkil belə olsa, toplama ilə həll olunar, yoxsa çıxma ilə? Toplama. Şəkil belə olsa, soldakı şəkil kimi olacaq. Yəni, topla, vur, 3 və tərsinə yaz kimi olacaq. İndi, 6-nın üstünə hansı rəqəmi gəlib 3-ə vursam, tərsi 42 eləyər. Hə, 6 nəzər tutursunuz. 6-ın üstünə 1. Yox. 2. Yox. 6-ın üstə 2 gəndə 8. 8-i 3-ə vuranda 24. Tərsi. Hə, tərsi. Aydındır burası. Sual yoxdur ki. Yaxşı, indi tərsini eləsən. 6-nı açaq, üst tərəfini bağlayaq. Təsəvvür edirik ki, bunun üst tərəfi yoxdur heç şəkildə. Belə olanda hansı şəkildən olacaq bəs? Sağdakı şəkildən. Və sağdakı şəkillər necə həll edirdik? Çıxıb, 3-ə vurub, tərsinə. Görək düz gəlirmi? 6-dan 2 çıxanda 4,
4-ü çarpanda 12, tərsi 21. Yenə düz gəlir. Demək, yenə də B cavabı 2 olmalıdır. Üstü də silsək, alt kimi baxsaq, altda silsək, üst kimi baxsaq, eyni cavabı biz almış olacağıq. Yəni, yuxarı da ödəyir, aşağı da ödəyir. Aydındır. Bəli. Sualımız yoxdur ki. Xeyr. Ev tapşırığınız bu bölmə olacaq. Göndərəcəm qrupa 50 dənə testi, şəkil ədədləri. Və hamısında bax belə şəkillər, bəzilərində dedik ki, şəkillər fərqli olanda tərəflərin sayından istifadə edəcəyik. Şəkillər eyni olanda isə heç şəkilə baxmadan içindəki rəqəmlərdən istifadə etməklə cavabı almalıyıq. Kiminsə başqa bir sualı yoxdur ki? Yoxdur mənim. Xeyr, müəllim. Şahanə xanım, Sənəm xanım. Mənim mövzudan kənar bir Xeyr. sualım olacaq. Tamam, yaxşı. Onda mən sağollaşım, kim istəyir çıxsın, sizin suallarınıza Sağ eşidirəm. olun. Oldu müəllim. Sağ Sənəm olun. xanım, Gedin. sizin sualınız var idi axı? Olmaz. Müəllim, mən o bayaqki sualla bağlı soruşacaqdım. 11-in yazdım, tapdım. Dedim, indi o birislərini eləyərəm. Yenə nəsə qaranlıq qalsa Hə. yazaram da. Problem yox. Eləyin, yazın. Aha. Növbəti dərsdə axırda qalarsınız. Hə, olar. Baxarıq. Hə, oldu. Çox sağ olun. Buyurun Şahanə xanım. Müəllim, üzr istəyirəm, mən bu sualı vermək istəyirdim. Mən magistr üzrə ümumiyyətlə təhsil almamışam o sahədə. Bu yeni qaydalarla bağlı sınaqlar nə vaxt başlanacaq? Bir də ki, birinci tur imtahanlar nə vaxt olacaq? Biz nə vaxt qeydiyyatdan keçməliyik? Onun mövzuda biraz mənə qaranlıqdır. İnternetdə düzdür Yaxşı. araşdırdım, tanışlardan soruşdum. Tamam, mən deyim sizə. İmtahan, birinci imtahan olacaq fevral ayında. İndi Bəli. onu hər hansı bir bazar gününə salırlar. Orta. Məsələn, keçən il fevralın 16-sına düşmüşdü. Ondan əvvəlki fevralın 11-nə düşmüşdü. Yəni, hər hansı bir bazar gününə salırlar da uyğunlaşdırırlar. Əvvəli, ortası, axırı. Axırlarına gedib çıxmır. Çox vaxt ortalarına qədər artıq olmuş olur. Bəli. Yəni, çalışırlar bilsin nə vaxta salsınlar. Bu tələbə olanlar axı fevral ayının 15-dən sonra ikinci semestr başlayır artıq. Ona qədər Çalışırlar hə o araya, çünki imtahanları yanvar ayında bitir. O fevralın 15-i ikinci semestr başlayana qədər ortada onların bir tətil müddəti olur. Çalışırlar o bazarlardan birinə satsınlar mümkün olduqca. Hı. O çünki tək dimin əlində deyil. Orada polislə razılaşdırılmalıdır. Çünki polis zaten əməkdaşları gəlir. Fövqəladə ilə razılaşdırılmalıdır. Onlar gəlir. Ölkədə hər hansı bir xüsusi tədbir olmamalıdır həmən günü. Belə məsələlər olur deyə, yəni onu həmin vaxt razılaşdırıb deyirlər. İndən yox, hardasa yanvar ayında deyəcəklər. Və elə onu deyən vaxtı qeydiyyat da başlayır. Ya hardasa yanvar ayında elan edirlər ki, bəs qeydiyyat başladı. Mən indi həmin vaxtı sizə deyəcəm onsuz da. Hətta qeydiyyata da köməkli edəcəm, səhv edəcəksiniz. Qeydiyyat 50 manatdır. Yəni keçən ilə qədər 50 manat idi. Bu il ola bilər ki, dəyişərlər, tarif şurası qaldırar. Deyə bilmərəm. Keçən ilə qədər 50 manat ödəyib bir imtahana girirdi. Aydındır? Bəli, bəs Sınaq. sınaq mənim. Sınaq imtahanı. Bizim sınağımızdan danışırsınızsa, ayda bir dənəsi təşkil olunacaq. Yəni, bax, bu riyazilər qutarandan sonra bir sınağımız olacaq, mövzu sınağı. Bəli. Sonra şəkilli hissə qutaracaq, ikinci mövzu sınağımız olacaq. Sonra bir də verbal hissə, o sözlərdən biraz işləmişik, əlavə yenə işləyəcək. Sonra üçüncü mövzu sınağımız olacaq. Bu üç mövzu sınağı aya bir dənəsi düşəcək. İndi oktyabrın ortalarına biri düşəcək, özüm xəbər edəcəm sizə. Noyabra biri, dekabra biri. Yanvar, fevral ayında isə artıq ümumi sınaqlar olacaq. Yəni mövzu sınağı yox, ümumi sınaq. O da yəqin ki, yanvar ayında ikisini keçirdərik. Fevral ayına da imtahana qədər axırıncı imtahandan əvvəl birini, bir 3 dənə də ümumi sınaq orada keçirəcəyik. Yox, söhbət DİM-in keçirdiyi sınaqdan gedirsə, Dövlət İmtahan Mərkəzinin özünün keçirdiyi sınaq. Dövlət İmtahan Mərkəzi cəmi bir dənə sınaq keçirdir yanvar ayında və ümumi sınaq olur. Yəni hər hansı mövzu yox, elə imtahan stilində, yəni bütün mövzulardan olmalı bir ümumi sınaq keçirdir. O da girişdə 40 manatdır ora. Bəs müəllim, orada suallar necə düşür? Misal üçün, orada mən maraqlandım, araşdırdım, 96 IELTS üzrə kreditasiya, misal üçün, mən MBA üzrə istəyirəmsə, 96 kreditasiya yığılmalıdır. O 96-dan minimal 45-i yığılmalıdır ki, orada keçid olunsun. Yaxşı, o minimal 45-dən nə qədəri hansı fənn üzrə, bu 3 fəndən Ən hansı? azı 15 məntiq olmalıdır.
Mhm. Yəni o biriləri lap 25-25 super yazsan belə, 50 bal yığsan belə, əgər məntiqdən 14 yazsan, sən toplamda 64 eləsə belə sən seçimə buraxılmırsan. Minimal 15'ti onda. Al 15-dir. İngilis dili və informatikadan isə minimal 5-dir. Rus dili ola bilərmi Hə, rus seçilsin? dili fərqi yoxdur. Hə, sizə rus dili seçəcəksiniz. Mən ingilis dilini istəmirəm, çünki hal-hazırda işlədiyim yerdə də rus dili daha çoxdur deyə. Mən elə birbaşa onunla Hə, girmək yəni istəmirəm. fərqi yoxdur. Yəni xarici dil üzrə və informatika üzrə ən azı 5. Yəni lap super yazsaz da məntiq informatikanı, xarici dildən 4 yazsaz artıq seçimə buraxılmırsınız və yaxud Nə informatika qədər olmalıdır onlardan müəllim ingilis dilindən? 5 xarici dil minimum. Aha. 5 informatika, 15 də məntiq minimum olmalıdır. Hərəsində ayrı-ayrı. Ümumilikdə də minimum 45 olmalıdır ki, seçimə buraxılasınız. Amma sizin istədiyiniz o səhiyyənin idarə etməsi deyirsiniz etməsi. sizə. Bəli. Səhiyyə mezunu. Hansı universitet istəyirsiniz? Mən müəllim İqtisad Universiteti. Mən İqtisad əslində bu istəyirsinizsə, bax, orada bal artıq ki, biraz yəni 45, 46 yığsam iqtisada düşəcəm, yox düşməyəsiniz. Gedib düşə bilərsiniz, odla yurtdan falan, özəl universitetlərə. Bəs O da orada belə nə- yəni bilmək olmaz %100 olaraq. Yəni elə keçici keçmək, qəbul olmaq deyil. Sadəcə sizin üçün seçim pəncərəsinin açılması deməkdir. bəs orada misal üçün sırf o universitet üçün keçid balı təxminən Sırf onu deyilir. mən sizə baxıb dəqiq deyərəm kitab sırrı. Əzbərdən Bəli. yadımda deyil, amma hardasa yəqin ki bir 55-dən yuxarı olacaq. Əslində müəllim, mən bu il qəbul olmuşdum İqtisad Universitetinin Dövlət İdarə Etmə, Bələdiyyə və İdarə Etmə fakültəsinə. Sadəcə əvvəl Ucuz mən ödənişlə. bir il bundan qabaq, bəli, ödənişlə idi. Bir il bundan qabaq bildiyim, daha doğrusu oradan məzun olan iş yoldaşlarım 3 il yarımla idi. Prosto bu il o oldu 5 il. 5 ildə artıq mənə sərf eləmədiyinə görə mən Nəyi 5 il imtina oldu, elədim. başa düşmədim. Orada qiyabi təhsil 2-ci kursdan başlayır. Deyir 4 il belədir, Siz yarım nəsə ildə səhv başa düşmürsünüz. Siz bakalavr deyirsiniz, magistrla danışırsınız. o bakalavr idi Hə, mənim. bakalavr, başa Bəli. qarışdırma. Magistrda təhsil 2 ildir. Yox, Ya da o il bakalavr idi. Hə, bakalavr başa yox, magistrda təhsil ya 2 ildir, ya da il yarımdır. Nə Bəli, o əyanı onlayn, bir də ki, qiyabi ola bilir. Yoxsa necə? Yox, yalnız əyan olur. Ümumiyyətlə onlayn da yoxdur, qiyabi də yoxdur. Amma O axşam 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 yəni saat 7-nin yarısı istəsələr. hə, yox, mən bakalavr pilləsi idi müəllim. Hə, Sadəcə bakalavr o heç baxır. Mən magistr deyirəm ki, bax bu şəkildədir. İl yarımlığı oxusaz, il yarımlığı oxusaz. Sonra doktoranturanın dalınca gedə bilməyəcəksiniz. Amma 2 il oxusaz, doktoranturanı da gedib oxuya bilərsiniz. prosto mən işimə görə istəyirdim ki, o səhiyyə idarə etməsinə görə o sahəni oxuyum. Əslində mənim internatura təhsilim də var, baza təhsilim də var. Hı. Sadəcə onu işimə görə Siz istəyirəm indi hansı ki, xəstəxanada işləyirsiniz? mən Artyomda, Pirallahı Tibb Mərkəzində Aha, orada nə kimi işləyirsiniz? stasionar üzrə həkim, terapevt, koordinator.